Dəyərli izləyicilər, Gəray Aşırovun Möhtəşəm 26 kitabının sınaq 1 və sonuncu sualı 40-cı sualla davam edir. Bu sualın əvvəli sol aşağı küncdədir deyə bütöv çəkə bilmirəm də. Həm də bu kitabın PDF yoxdur deyə mən məcbur şəkilləri çəkib video izahla paylaşıram və bu kitabın da video izahı açıq linklərdə yoxdur. Yəni mən çəkirəm və sizin üçün inşallah faydalı olar. Kanala abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bunun əvvəlində deyir ki, turşu ilə, karbon turşusu ilə spirt reaksiya daxil olur, alınır efir. Yəni A efiri. Buradan yola çıxır və deyir bu efir hidroz uğru qələvi mühitdə və alınan maddələr də B ilə C-dir. B ilə C-nin də bizə əlamətlərini veribdir. Deməli, burada biz hardan baxırıq? Bu efirin hər hansı bir efir yazaqda tutaq ki, yəni elə belə yazıram, yəni göstərmək üçün də məsəl üçün, bu spirt hissəsidir, bu da turşu hissəsidir. Burada üzərinə gələn mühitdə biz natrium gəlsə əgər, burada belə bir şey olar, COO natrium. Təbii ki, burada natrium OH-da natrium O qopar, buradan bu hissə qopar, burada H-lə birləşir, təzədən bir də spirt alınır. Ancaq bu natrium olsa əgər, burada ion rabitə sayı bir dənə olar. Ona görə də mən belə başa düşdüm ki, bu nədir? Kalsiyumdur. 2 valentli qələvi mühitdə hidrojen, bu kalsiyum olar. Ona kalsiyumda olanda belə başa düşürəm ki, mən baxı kalsiyum 2 valentlidir. Buradan alınan birləşmədə, məsələn, tutaq ki, belə COO kalsiyum belə bu formaya düşməlidir ki, çünki bu 1 valentlidir. Buradan bir dənə hidrojen qopubdur. Kalsiyumda 2 valentlidir. Yəni gəlib forması belə olar. Və ion rabitə sayına görə bunun kalsiyum olduğunu bildim və bu birləşmənin də 2 dənə olduğunu bildim. Çünki 2 dənə karbon turşusu, sonra kalsiyum. Deməli, kovalent rabitə sayı 14 isə, deməli, bu turşunun 2 molunda kovalent rabitə sayı 14-dür ki, düzdürmü? 1 molunun da 7 dənə kovalent rabitə olasıdır. Və bu hissəsi və buradan bir də spirt alınır axı. Və spirtdə də deyir ki, kovalent rabitə sayı 5-dir. Məlum məsələdir ki, 5 dənə kovalent rabitəsi olan spirt metil spirtidir. COH, baxın. 3, 4, 5. Deməli, mən bizdən nəyə soruşur? Efir. Deməli, efirin spirt hissəsini bildim ki, bu metil spirtidir. Rabitə sayından. Bunu nağdlaşdırdıq. Burada da kovalent rabitənin turşuda 14 dənə olması, yəni 2 dənə turşuda 14 dənədir. Yəni bir dənəsində 7 dənə olmalıdır. Yəni turşunun da yazsaq, yəni uzun proseslər heç ehtiyac olmur, fikir versəz. 3, 4, 5, 6, 7 dənə. Həqiqətən də baxın, 3, 4, 5, 3, 4, 5, 6, 7 dənə. Yəni, təbii ki, axı bu hissəsi yoxdur. Buranı saymağa ehtiyac yoxdur bu hissəyə, baxın. 3, 4, 5, 6, 7. Deməli, turşunun da sirkə turşusu olduğunu bildik. Yəni, bunlardan istifadə edərək. Və salam, sirkə turşusu və spirtdən əmələ gələn efiri yazsaq bura. Yazaq, sirkə turşusu və metil spirtindən əmələ gələn. Deyir, bizdə karbon atomuna hibrid orbitalar cəmini hesablayaq. Deməli, bir dənə bayaqdır. Əvvəlki videolarda demişik ki, buradakı karbonlar sp2, bunlar sp3, bu da sp3-dür. Deməli, 4, 7, bu da 4, 11 dənə hibrid orbitalı olasıdır. 40-cı sualın cavabı E variantı olacaq.